Bəzən usulü ibarələr var. Bəzi insanlar Quran-ı Kərimdə hər şey sözünü Quranın düz olmamasına və ya Quranın Allahın kəlamı olmasına dəlil gətirirlər. Yəni deyirlər ki, bax, misal üçün Quranda yazıb ki, hər şey dağıldı. Hər şey dağıldan yerlər, göylər dağıldı mı? Yox. Nə bilim, cənnət dağıldı mı? Yox. Deməli, bu yəni ki, düzgün deyil. Deyir, yox, hər şey sözü, özü, onun iki dənə itlaqı var. Biri var, hər şey deyəndə bütün məxluqat nəzərdə tutulur. Biri var, hər şey deyəndə müəyyən məxluqat nəzərdə tutulur. Aydın mı? Buna usul elmində nə deyirlər? Deyirlər ki, Əl-am uridu bihi əl-xusus. Əl-am uridu bihi əl-xusus. Yəni, ümumi ibarə gəlir, o ilə xüsus qəsd olunur. Misal üçün, Allah Azə və Cəllə deyir ki, Nuhun tufanı hər şeyi dağıtdı. Amma Nuh Aleyhisselam dağıtmışdı mı? Xeyr. Nuhun gəmisini dağıtmışdı mı? Xeyr. Aydın mı? Göyləri dağıtmışdı mı? Xeyr. Yerləri dağıtmışdı mı? Xeyr. Aydın mı? Yəni, hər şey, yəni insanların müəyyən bir şey yəni dağılmışdı. Müəyyən bir şey. Və həmçə qiyamət günü sur üfürləndə hər şey dağılacaq mı? Hər şey dağılacaq. Amma cənnət dağılacaq? Xeyr. Hər şey öləcək. Hər kəs öləcəkmi? Hər kəs öləcək. Amma cənnət əhlindən sağ qalanlar olacaq. Ona görə Allah Azə və Cəllə orada öz məşiyyəsini qoydu. İllə məşə Allah. Allahın istədiyindən başqa. Deməli, cənnət əhlində olan cənnətin əhli var. Bu dəqiqə sağdır, yaşayırlar. Dedim? Yəni, onlar ölməyəcək. Aydın, yəni qiyamət günü sura üfürləndə, hansı ki Allah Azə və Cəllə məxluqatdan heç kimi sağ qoymayacaq. Onda cənnət əhli sağ olaraq qalacaq. Yəni hər şey sağ qalacaq. Hər şey öləcək, ölmək deyil ki, yəni hər şey, mələklər də öləcək, amma mələklər öləcək. Amma cənnət əhli orada nə qalacaq? Sağ qalacaq. Belə nususlar çoxdur. Yəni hər şey deyiləndə deməli iki itlaq var, işlətmə var. Birinci, bütün məxluqat qəsd olunur. İkinci, müəyyən bir məxluqat qəsd olunur.